Yılan, Qadir ve Muteala Allah'ın adıyla. Salamlar ve saygılar, hürmetli ve değerli sesimi eşiden əzizlər. Kirismas ve Janviye münasibətilə qulluğunuza çatmışam ve birinci vəhlədə Kirismas bayramının bütün Məsihiyyət inancına malik olanlara, dünyanın her bir nöqtəsindəki yaşayırlar ve bütün bəşəriyyətə və insaniyyəti düşünüb ve bu baxışla haqqaniyyət və ədalət kənarında yer alıb ve tapdalanmasına karşı olup ve bütün siyasetler ki aparılan cinayetler ve savaşlara yol açır, ehtirazların bildirip ve ona mane olmağa çalışanlara, şərəfli her bir Məsihi inancına bağlı olan insanlara mübarək olsun. Savaşlara son ve sülh ve barış bəşəriyyətə arzulayıram. Vicdan این تماس از زندان اوین می باشد. Vicdanlı ve insaniyete ve adalete değer veren ve ehtiqadı olanların bayramı her bir yerde olmağına bakmayarak bizim de bayramımızdır ve hürmetimize layık ve bu bakışla ve münasibətle Kirismas bayramı mübarək olsun deyirəm. İkinci ve mənə önemli ve əhəmiyyətli məsələ sayın ve hürmetli Türk millətinə və özgür dövlətlərinə ki Janviyenin birinci günü ilə yeni və təzə bir il başlanır və bu bölümdə yer alan Türk millətinə bu Janviye bayramının qutlu və mübarək olsun deyərək Allah'tan gələn günlərinizi xeyirli və bərəkətli və uğurlara və sevinclərlə dolu bir il arzulayıram. Mühüm ve önemli sözüm müstəqil Türk dövlətlərinin sayın ve hürmetli başbakanlar qardaşlarındandır. Değerli ve sayın Türkiye Cumhuriyeti'nin Başbakanı hürmetli Recep Tayyip Erdoğan. Değerli ve sayın Azerbaycan Cumhuriyeti'nin Başbakanı hürmetli İlham Əliyev. Değerli ve sayın Qazaxıstan Başbakanı hürmetli Qasım Cumart Tuqayev. Değerli ve sayın Qırğızistan Başbakanı hürmetli Sədr Cəbbarov. Değerli ve hürmetli Türkmenistan Başbakanı sayın Sərdar Qurban Bordi Məmmədov. Değerli ve hürmetli Özbekistan Başbakanı sayın Şövkət Mirzayev. Ve değerli ve hürmetli Macaristan Başbakanı sayın Tamaş Şoyk. Öz adıma ve İran adlanan ülkenin içinde yaşayan milyonlar Türk milletinin tarafından Janviye ve yeni bir il başlanışın siz əziz qardaşlarıma təbrik deyirəm. Sizin çinlərinizdə böyük ve önemli ve həssas bir yükü daşıyırsınız ve bu böyük əmanət Türk milləti ve Türk dünyasının qədəri ve taleyidir. Ve bu gəmini saadət ve əmniyyət sahilinə çatdırmaq mümkün olmaz məgər sizin himmət ve çalışmalarınızın sayesinde ve min əlbəttə Türk Cumhuriyetlərinin işbirliği. Sizler Türk dünyasının önünde giden liderlərsiniz. Bu böyük nimetin ve vəzifənin qədrini bilib ve yarattığınız birliği gücləndirir ve bütün Türk dünyasını düşünüp ve bugün ve gələcəklərin siyasetleri yazmalısınız. Şəksiz ve şübhəsiz bütün Türk dünyasının gözleri sizin işbirliği ve seçtiğiniz siyasetlere tikilib ve evvelallah sonra sizlere ümid bağlayırlar. Türk milletinin dərdlərin ve yaraların görüp ve düşünüp ve mərhəm tapıp bağlamalısınız. Siz sayın qardaşlarıma isarətgahından isarət edip danışıb ve ürək sözlerimi göndərirəm. این تماس از زندان اوین می باشد. Və fəxr edirəm siz milletimizin başçılarına ve sizlerin vətən ve millət yolunda uğurlarınızı Allah'tan arzulayıram. Əsrimizin ve bugündəkimizin milletimizin yaraşıqlı ve değerli olanlarısınız. Milletimizin istiqlaliyyəti ve saadet ve şərəflə yaşamaq bayrağı sizlerin elinizdədir. Bir daha evin dustağından miladi ve Janviye bayramı ve ilin təzələnməcin siz əziz qardaşlarıma ve bütün Türk milletine tam səmimiyyətinlə ve ürəkdən təbrik deyil ve yaradandan hamınıza can sağlığı ve uğurlar arzulayıram. Ve umudumuz var ki milletimize
bu tariximizə yaraşan addımlarınızla yeni bir səhifə açıb əcdadımız tək bəşəriyyətə faydalı və təsirli və dəyərli olub və özünüzdən bir görkəmli iz buraxasınız. Sağ olasınız, sağ yaşayasınız. İran, Tehran, Evin İsarətgahı, Vədud Əsəd.